Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Bu vlogu Temu bağlamasıyla açmaq istədim. Bu vlogum çox qısa oldu çünki rəqsizlərdən belim çıxıbdı. Demək olar ki artıq 5 gündür, bəlkə də 6 gündür, heç yadıma düşmür nə vaxt oldu bu. Belim çıxıbdı. 2 gün ağrıya dözdüm. Sonra gördüm ki yox, düzələn deyil. Sınıqçı çağırdıq. 3 gün məni masaj elədi. Daha doğrusu belimi saldı. Masaj nə idi? Belimi saldı və indi belim şükür giribdi, yəni yerinə, düşübdü yerinə. Amma ki ağrılar var hələ də. Nə ağrıları? Yəni masajın izləri, saldığı sümüklər yerinə oynamışdı. Onların yeri ağrıyır deyə biraz uzanıqlı vəziyyətdəyim hələ də. Yəni tam sağalmayıbdı deyənə videoda çəkə bilmirdim bu bir həftə ərzində. Yəni uzun müddət videoda paylaşmırdım sizin üçün, amma durdum ayağa, ara sıra oradan buradan nəsə videolar çəkdim. Bu tema açılımı mən belim çıxmamışdan öncə çəkmişdim, amma sonrakıları artıq belim çıxdıqdan sonra çəkmişəm. Dedim ki qoy olsun nəsə bir şey. Bəli, burada artıq belim salınmışdı. Ucu 3 gün keçdi. Əslində gəzmək olar. Uzanmaq və oturmaq olmaz qətiyyən. Təzədən çıxa bilər. Mən aşağı hissədən çıxmışdı belim. Ona görə mən də fürsətdən istifadə edib evdə də çox otura bilmirəm deyə dedim ki, gedim biraz mağazinlərə baxım. Elə-belə girdim, Essentrikə baxdım, uşaqlara paltar aldım. Bayaq gördüyünüz qara sumkadakı elə uşaqların paltarı idi. İndi baxdım Essentrikdə də bəyəndiyim bir şey olmadı deyə qayıdıram evə. Mən gəldim, deməli, nə aldım? Gəlin sizə göstərəm. Onun içində mənim koftam var, bunu axırda göstərəcəm. Deməli, uşaqlara hərəsinə belə dəst paltar götürdüm. Ev geyimidir. Endirmə düşmüşdü, düz 13 manat 50 qəpiyə. Brand Univermagdan aldım. Belə bir şeydir. Şalvarı var. Dən çıxardım. Belə şal vardı. Rezinkadı, ayaqları da rezindir. Bel də rezindir və belə bir üstü var. İkisi də eynidir. İkisi də eyni ölçüdür. Belə bir şeydir. Sonra bir də hərəsinə bir dənə belə kofta götürdüm. Belə bir qara kofta evdə giyinmək üçün. Yəni gəzməyə də giyinmək olar, amma mən əsas evdə giyinmək üçün. İkisi də eynidir, yəni. Belə bir şey götürdüm. Qəşəngdir. Bunun qiyməti isə, bu kofta isə 11 manat idi bir ədədi. Endirmə düşmüşdüm ümumiyyətlə koftalar, paltarlar. Oradan gəldim başqa bir mağazaya və bu koftanı gördüm. Əslində sumka almağa girmişdim. Tapa bilmədim. Onun əvəzində belə bir kofta gördüm. Təni göstərim sizə. Başqa bir rəngini mən Aysel Şahda görmüşdüm YouTube'da. Bu xanımda görmüşdüm. Çox xoşuma gəlmişdi duruşu əynində. Day girib Temudan sifariş etmədim. Elə gördüm, qarşıma çıxdı. Dedim alın, belə bir bəzəyi var. Götürdüm qəşəng. Bunun qiyməti 22 manatdan 10 manata düşüb. Bu geyimi isə aldım, nə alsan 10-15 manat. Adı belə gedir mağazanın. Talıqçıqanın yanında yerləşir, yəni ünvan. Dedim biraz özümü toparlayım. Buraları qəşəng yığışdırım. Bunu da qoydum bura. Qəşəng ki yaraşdı burada. Amma çox azdır da. Yoldaşıma dedim ki, bəs ya o yolla keçib eləsə, getsə, oradan qopardıb gətirər. Bu dəfə yoldaşım götürər təbii ki, yəni mən gedə bilmirəm. Yenə əlavə eləmək lazımdır, çünki çox azdır, qəşəng görsənir. Laklamışdım, amma sonra lakım bitdi. Ona görə biraz belə qaldı. Yenidən laklayacağım üstündən bir dəfə. Fikir olsun deyə belə evdə dekor kimi qoya bilər alıb. Qəşəngdir, qısaldırmaq da olar. Mən özüm belə uzun istədim. Belim çıxmış vəziyyətdə mən buraları təmizləyirəm. Əslində gedib uzanmalıyam. Sadəcə dedim ki, mətbəxlə işimi bitireyim. Buraları da son olaraq təmizləyim. Qablarımı falan yudum. Ürəyim durmur. İnanırsınız, ev köçürdü, yəni ürəyim durmur. Hələ ağır işlər görə bilmirəm də mən. Əyilmək qəti olmaz, oturmaq olmaz. Qalmışam belə, ancaq gəzmək olar. Belin ağrıyana kimi. O da sağ olsun xanım işte gün gəldi, belimi saldı. Şükür, indi belimdə ağrı yoxdur. Sadəcə o masajın izi ki var. Baxın, o çox pis ağrıyır, dəhşət ağrı verir. Ona görə arada sırada gedib uzanmalıyam. Mən isə gördüyünüz kimi dedim, burayı da bitirim. Mətbəxi təmizlədim. Dedim, bir burada bitsin. Amma plisot işləri falan görə bilmirəm. Onu artıq qızım eləyəcəkdi. Mən sadəcə yüngül işləri özdən eləyib qurtarmaq çalışıram. İndi bir dənə Asperox tökdüm bura. Biraz yağlanmışdı. Dedim, biraz qalsın və təmizləyim. Bu da pletənin təmiz halı. Belə bir şey alındı.
Tam da yaxşı təmizləyə bilmədim ürəyim istəyən kimi, amma hardasa təmizlədim. Bu Nurline firması haqqında sizə bir şey danışmaq istəyirəm. Əslində izləyicilərim mənə daha öncəki videolarda demişdilər ki, bəs razısınızmı bu plətədən? Belə deyim sizə, bu mənim artıq ikinci aldığım plətədir. Nurline firmasının heç bəyənmədim, tövsiyə eləmirəm heç kimə. Əslində mən bunları burada deməyə bilərdim əgər bu mənim birinci alışım olsaydı. Mən bundan öncə də almışdım. Yəqin ki, vloqlarımı izləyirsinizsə, orada görərsiniz. O da Nurline idi. Beyaz rəngdə idi. Yəqin baxıbsınızsa bilərsiniz artıq. O da belə işləmirdi, yaxşı işləmirdi. Bunu yandırırdın məsələn. Ya qaz gəlmirdi, ya da bu çıx-çıx gəlmirdi. Baxırsınız, hətta bunda da belə problem var. Fikir verirsiniz. Hə, indi yandı, görürsünüz. Amma o birisində yanmırdı. Gözləyirdin ki, yalnız gec yanırdı da. Bir də qaz ki yandırırsan, 2 dəqiqədən sonra hətta silirsən ki, yəni bu belə ağ şeylər var da, tutacaqları qızırdı. Dəhşət qızırdı. Çox biz əl vurmaq olmurdu. Dəsmalla söndürürdüm. Ona görə onu apardıq, qaytardıq və bunu götürdük ona əvvəz. Çünki biz oradan onu qaytaranda mütləq ki, bundan bir şey götürməli idik. Biz də deyir bunu yandır. Bundan da narazıyam. Baxın. Həm belə çıx-çıx eləyib gec yanması problem yaradır. Bir də buna baxın, keyfiyyəti. Keyfiyyəti heç qəşəng deyil. Burada kraskası soyulur. Hansı ki 2 aydan biraz çox istifadə eləmişəm də mən bunu. Bir də əsas problem nədir? Mənim qorxduğum bir şey. Altına su qaç. Yoldaşım bir dəfə bərkitdi buradan. Amma yenə də su keçir. Bilmirəm, o sonra bir fəlakətə gətirib çıxardar ya partlayış falan olar, bilmirəm. Ona görə biz düşündük ki, evin təmiri bitən kimi biz bunu dəyişəcəyik. Bunların ikisini də belə dəyişəcəyik. Son derece kötüyüm. Hiçbir şekilde konuşmak istemiyorum. Yani moralim sıfır. Tam olaraq təbii görünümündədir. Çox qəşəngdir. İndi bu qəpikləri istəyirəm onun içinə atın. Çünki bu plasmasdır və aşır. Aşmasın deyə dedim içinə atın, biraz ağır olsun. Və bir də bunun üstünü sonra düzəldəcəm. Əslində belə qəşəng görkəmdə olmalıdır. Belə bir şey oldu. Qəşəngdir amma ya bu biraz ağırlaşdı. Üstünə hələ 20-lik və 10 qəpiklik də qoydum. Bir də qəşəng görsən də, amma bu da çox xoşuma gəldi. Buna baxan. Canlıdır elə bir ki, əl vuranda da hiss edirsən ki, elə bir ki, bu da qopardıb gətiribsən. Belə biraz bir qəribə materialı var. Bu videonu da mən silməmişdim. Qalereyamda qalmışdı. Güya ki, kulinariya kanalımda paylaşacaqdım. Amma sonra fikrimi dəyişdim və kulinariya kanalı açmadım. Bu videonu mən əslində digər başqa bir vlogumda əlavə etmişdim. Sadəcə dedim ki, kimlərsə faydalı olar deyənə paylaşım. Çünki həqiqətən də çox dadlıdır. Birəbir KFC-dəki stripsi kimi, hətta ondan da dadlıdır deyə bilərəm. Ona görə dedim ki, burada da əlavə eləyim. Çox asandır hazırlanması falan da. Yəni istəsəm çəkib özüm yenidən paylaşa bilərdim. Sadəcə dedim video var da hazır. Videodan bəlkə də tam aydın başa düşülmür. Siz biraz aşağı düşsəz videolarımın aşağı hissəsində eynən bu video var. Orada izahlı demişəm nəyi neyinlik, nə tökürük, necə qızardırıq. Bilirəm bu videom çox qısa oldu. Belimlə bağlı çəkiliş eləyib paylaşımlar eləyə bilmirdim. İnşallah ki, yaxşı olun, vəziyyətim düzəlsin, paylaşımlar eləyəcəm. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqlarda görüşənədək hələlik.